aşağıda da indi biz o zallara baxanda siz sualınızı verə bilərsiniz. Mənim sualım budur ki, son vaxtlar ümumiyyətlə sosial media platformalarında bəzi səhifələr var ki, qanunsuz olaraq imtahan mallarının artırılması ilə bağlı məlumatlar verirlər. Yəni, nə dərəcə düzgündür? Əgər düzgünsə, bunun qarşısını almaq üçün hansı tədbirlər verilməlidir? Çox sağ olun bu sualı verdiyinizə görə. Əlbəttə ki, biz veririk həmin o sosial şəbəkələri. Belə məlumatlar çox təəssüf ki, paylaşılır. İstər-istəməz beynəlxalq platformalarda onlara nəzarət imkanları çox məhdud səviyyədə olur. Amma biz bir neçə dəfə bundan əvvəl açıqlama vermişik. Yenə də mən deyə bilərəm ki, Dövlət İmtahan Mərkəzinin məlumat bazalarına kiminsə giriş əldə eləməsi mümkün deyil. Ən o yuxarı səviyyədə həmin o məlumat bazaları qorunub saxlanılır. Bizim əsas burada tövsiyəmiz nədən ibarət? Elə sizin vasitənizlə bir daha biz ictimaiyyətə müraciət eləmək istəyirik ki, belə halların insanlar bilsinlər ki, dələduzluq hallarıdır, dələduzluq əməlləridir. Ona görə də həm valideynlər diqqətli olmalıdırlar, öz övladlarını nəzarətdə saxlamalıdırlar. Uşaqların özü də indi bəlkə də fikirləşir ki, yox elə mən yazım buna, ola bilsin ki, mənim balımı nəsə artıra bilər. Meyil yarana bilər də, indi hər insanın o fərqli xüsusiyyətləri var. Amma bilsinlər ki, bunlar hamısı dələduzluqdur və hüquq mühafizə orqanlarına müraciət eləmək lazımdır və ya Dövlət İmtahan Mərkəzinə konkret hansısa bir fakt halı varsa, çünki biz bunu araşdıraq, özümüz də təqdim edirik müvafiq hüquq mühafizə orqanlarına ki, onlar bunun qarşısına ala bilsinlər. Amma Dövlət İmtahan Mərkəzinin Facebookda, digər sosial şəbəkələrdə, TikTok olsun, rəsmi səhifələri var. Onların o mavi, listədə mavi butik deyirlər. O səhifələrə fikir vermək lazımdır ki, sizdə bir təəssürat yaransın ki, bu rəsmi səhifədir və yaxud digər hansısa bir səhifələr tək elə bal artımı ilə bağlı yox. O qədər səhifə var ki, yaradıblar, Dövlət İmtahan Mərkəzinin adından istifadə edirlər və yaxud abreviaturasından istifadə edirlər. Din təhsil yazır, din sual-cavab yazır və başqa məlumatlar paylaşmaq. Əlbəttə ki, onlar o prosesi dəqiq bilmədiklərinə görə, baxın elə siz özünüz də şərhlərə baxsaq görəsiniz ki, səhv yönləndirirlər, səhv cavablar verirlər. Amma biz də maksimum dərəcədə çalışırıq ki, öz maarifləndirmə işimizi yüksək səviyyədə qurmaqla bunun qarşısını alaq ki, o alternativ insanlar mənbələrə gedib çıxmasınlar. Elə sizi dəvət eləməkdə də məqsədiniz budur ki, bax elə yazılı cavab tələb edən tapşırıqlarla bağlı bir narahatlıq olur ictimaiyyətdə. Niyə nəticələr gec açıqlanır? Necə bu yoxlama prosesi həyata keçirilir? Bizim elə məqsədimiz bu idi ki, siz görəsiniz və siz də bizə köməklik göstərəsiniz bu işlərin həyata keçirilməsi üçün. Düşək aşağı